Yok, İnanırsa mən məktəb tutanı, elə adam, son çəliyi görmədim, məktəb tutanı. Sevdanı görmədim. Evdən çıxmışım. O qədər adam var. Maşınla çıxıb geçiyor. Mənə gəlir. Bir də faktor bir olmayan alacaqsan. Ben üstüne işlemişim. Bizim kimi? Mustafa kızın üstünde getlerle her şey ya da işte Yeni gelsin gidecek bir şey. Ve hiç sevdalı insan sabahlar. Kızlar ezber içeride. Sağ ol. Bizim manipülatör de değil. Over. Sinif konferi. Sinif ben de tanımadım. Son benim hayatımdan gözüyle tanıyandım. Heyecanlı şey ama ben seni yok. Ben şu saçlı bir şey yapıyorum. Yine böyle bir sakın gibi. Şimdi Yani dün hafta daha konferensiydi. Öyle şey yapar, geçirdi. Cemil onkolog yoktu, Cemil Əliyev o geçirdi. Televizor verdi ve Mehmet televizor baktı. Sonra geldi evden seçtim şekilleri verdim. Ben bunu çok aktardım ki görün bu bayanı. Oraya gelmişti. Senin kodun var yedir çok. Anara yok, ben geri zapis edip o çiri sekreter şirketi nömrəni verdiysə sekreter falan. Ben zapis edip yaşa. Ben sana Ben mektebillerin yana saldım. Sonra deməli, onlar o kız dedi ki, ben şey onlar da çağırdı. Bunlar 190 mezunları buradadır. Onların hamısını alqışlayıram. Çünkü ASTV'ye bakmıyorum. Yok, usta. onun yanında böyle öğrendim ya. Onu da gösterdim. Onu da bacım sen getirdim. Sana o yerin nömrəsini vereceği. Doktor yine de sen çıksa. Benim hem borçum, çarşafı. Zeki. Zeki seni biz sokuyoruz seni ölmüştür. Krallara başladı. İller sonuçlar. Ben daim okulda yaşadım. Ben giderim gelirim. Ben sözüm sizi Ben dedim de, günleri sayıldım. Bileti de değişti. Değiştim bileti. Çünkü 16 yaş yapmaktayım. Yok, ona daha düzgün çalışabilmeyeceğim. Ben daha tez Biz senin hasretle birini gözlemiştik. Birinden sonra görüştük. Birlikte size. Aprelin 29'u. Nerede yayda sizi çağırdım ki gelmeyen alınmadı gelebilirler. Onun için gene kısmet oldu. Onu da ne iş gördüm. Her şey yapıyoruz. Her şey böyle rahat.
Çok sağ olun. Sonra gelmişti. Bu yakın bir 10 yıl. Resmi yer aldı. Benim yerimizi değiştirdi böyle. Oturduğum bir yerde geldik Moskva'ya kadar geldik. Ne lazım? Ben de Rumullarla Gelin gelin kızlar. İrade değişmeyip nesil. Sene görürsünüz. Baba kime düşür? Ha sen bir tane düşür. Besinge. Salam aleyküm. Salam. Necəsən? Fırar be. Ben direm. Çok sağ ol. Necəsən? Değişim. Ben değişmedim. Biz ciddi yaşayırıq. Değişmek alırsan. Küçədə vətəndaşsan. Ben göreyim Mən tanıdılar. Bəli. Sen yarattın. Resmen. Ben tanıdım canım. Gelsene. Şahin bak değişmiş. Ben bir adam değilim. Şahin değişmiş. Bakın sen balığa Gördüm uzanmayı. Gerçekten profesyonel yaşam. Çok arzuluydum. Doğru 46 yıl değişmiş. Glazan Ben yemeğine ait. görseydim değişik tayin yazdım. Bu Çünkü zaten neslinden görmüşüm. Ümumiyyətlə o da ibadə yazdı. Necə məzəl aldı? Palıqında necə gəlirdin? Bir tədbir olanda Arif gəlirdi, Batsı yuyub ütüləyirdi onu. Aksaroçkada zaten belə gəlirdi Arif. Toçunu yadımdadır. Palıqında da. Palıqında Görsəydin ki, sən bir dənə qız xəbər alırdı şeydi Bosnavda. Cavan qız, xahiş edirlər. Aynı yer bir yapmışız. Bütün o Sürüzədən gəlirdi. Elçiyə saldı. Elə elçiyə saldı. Generalımız değişildi. Təzə dünya da oradan biz değişildi. O boyda soruşuram, ne yapıyordu? Sən tanımırsın. Bak görsən tanıdılar. Bu Rəfiqə. Rəfiqə keçən gəlmişdi o fərə tanıdılar. Bu elə qaldırıb baxırdım. Keçən gəlmişdi o gəlmişdi. 8-də 9-da Nəsibə. Nəsibə işləyirsən. Mən məktəbdə ingilis dili. Hansı məktəbdə? Əhmədlidə 261. İndi də gedib gəlirsən o məktəbə. Hə, işləyirəm, hə. Çıxmamışam hələ. Ay şükür. Biz sana diyor yapsayla iyi böyle oluyor. А он что? Давайте. Ben de 3 tane oğlanlarım var.
Hörmətli xanımlar və bəylər, bugünkü məclisimizin təşkilatçısı Sevda xanıma söz verir. Buyurun Sevda xanım. Bəli. Ben sizin hamınızı salamlayıram. Sizi görmək mənə çox xoşdur. Gələ-gələ bura fikirləşirəm ki, siz mənim həyatımda nə mövqeydiniz? Heç cür onu özüm üçün təyin edə bilmədim. Amma başa düşdüm ki, nəsə bir təmiz, ülvi, xoş olan, belə keçmiş günləri nəsə belə o nostalgiya və hesab elədim ki, biz keçən il yığışmışdıq. Mən keçən il birini qoyduğunu danışım. Keçən il mən dedim, burada bizim sinifdən az idi. Mən bəy kimi söz verirəm ki, gələn il 10 sinifini yığacam. Və bu gün mən elə hesab edirəm ki, sözün üstə durmuşam. Və keçən il biz görüşəndən sonra elə gözəl əhval-ruhə neçə gün məndə yaşadı ki, keçmiş günlərə ona görə mən bura gəlməyimə belə neçə gündə hazırlaşıram, hələ neçə gündə bu əhval-ruhiyyə olacaq. Mən sizə nə arzu edirəm? Biz artıq ömrümüzün belə demək olarsa biraz pessimist görünür də. Mən aktivist bir insanam. Bizim həyatımızın çoxsu gedib azı qalıb da. Və bu günlərdə mən sizə nə arzu edirəm? Birincisi, hər şeydən çox arzu edirəm sağlamlıq. Və istəyirəm ki, o bizimlə bir gün ola bilməyənləri yad eləyək. Onlara bir rəhmət deyək. Və özümüzü qoruyaq ki, biz ildən ilə görüşə bilək. Öz borcumuzu, məsuliyyətimizi ailə qarşısında, iş qarşısında, cəmiyyət qarşısında yerinə yetirə bilək. Hamımıza xoşbəxt axıllıq arzu eləyirəm ki, övladlarımızdan arxayın olasınız. Onların həyatı gözəl olsun. Biz Azərbaycanlılar, biz özümüz üçün yaşamırıq, biz övladlarımız üçün yaşayırıq. Mən uşaqlarıma deyirəm ki, siz xoşbəxt olsanız, xoşbəxt olaram mən də, Mahmud olduğu gibi. Ona görə sizin hamınız mənim üçün əzizsiniz. Hamınıza gözəl axıllıq arzu edirəm. Və biz hər il, Allah qüvvət versin bizə, biz hər il belə görüşək, bir-birimizə o anıştıra bilmədiyim hisslərlə yenidə qovuşaq. İnşallah. Sürətli alqışlar. Evet, sürət. Söz verilir Qonşa müəllimiyə, hansı ki uzun illər, Qonşa xanım uzun illər bizim gəminin üskanını möhkəm əlləri ilə yaxşı, necə deyirlər, saxlayıb və bizi hər hansı bir limana çatdırır. Bilirsiniz hansı bir. Buyurun Qonşa xanım. Arif görsən də yaxşı. Düzdür, bizdə Sevda xanım gözəl sözlər deyir. Mən deməli, özümdən balaca məlumat verim. Məktəb qurtarandan sonra Püsvaq'a girmişəm. Ramiz Kərimovla bir yerdə oxumuşam. Böyük Götürsanı. Çingiz də mənlə Vexmatda oxuyurdu da o vaxtda. Neyse, Çingiz Sultanıqda. Məktəb qurtarandan sonra elə olub ki, universitetdə işləmişəm. İndi müəllimlik eləmək istəməmişəm, həmişə atqaz eləmişəm. Ancaq ki, diplomiklərlə, nətərgələr, bakalavralarla, Sən prosta fikirləşirdin ki, ödül kimi uşaqlar olur deyə. Mən elmi işçiyəm da, elmi işçiyəm. İndi də ki, ən modlu nətərgələr cərəyanla məşğul oluruq. Nanotexnologiya, nanomateriallar. Sözüm onda yox. Mən belə demək istəyirəm ki, mənim sevincimin həddi hüdudu yoxdur. Sevda mənə zəng eləyəndən sonra, deyəndən sonra bəs belə uşaqlarla yığışmaq istəyirik. Mən elə bil ki, nə bilim, olur da gözləyirsən ki, ən yaxın adamlar, ən radnoy adamlarını görəcəksən. Mən də çox şadam ki, bax bunu təşkil edən, eşitdim ki, onu təşkil edib Kamila xanımla.
Mən çox şad oldum. Pirişvat edirəm ki, gedəcəyik, necə olacaq, nəfər olacaq. Nə bilim, bir də istədim ki, bir neçə nəfər də olsun. Bizlə, onların adından demək istəyirəm ki, Nüşabə, bizim Nüşabə. Müəyyən səbəblərə görə bu dəfə gələ bilmədi. Bir də bizim nəfər deyərlər, Gözəl Gülzadə xanım. Biz mənim ən yaxın sirdaşım. Padruqam. Qapı qonşu. Qapı qonşu, da. Onlar... Partada da bir yerdə oturur. Da. Onlar mənə dedilər ki, onların adından sizə, nə bilim, həyatınızda özlərinin nə xoş şeylər arzudurlar, hamısı sizə olan, onun arzusunu çatdırır ki, siz də elə bir nətər deyərlər, onların arzuları ilə, öz arzularınızla o hüduda həddə çatasınız. Siz mənə çox üzr istəyirəm, bağışlayın. Azərbaycan məktəbi qurtardığımı heç kəs də bilmir. Azərbaycan məktəbi, Azərbaycan universiteti seçilir. Ancaq ki, bizim işimiz elə gətirir ki, hər şey Rusça olur. Məqalələr, hər şey. Mən də həmişə Rus dilində. Həm də həmişə mən o qədər yaxşı danışan olmamışam. Prosta bilin ki, bu dediyim sözlər çox ürək sözlərimdir. Mən çox şadam. Elə bir ikinci dəfə həyata qayıdırım. O uşaqlığımız idi, bu da bir azca yaşlıdır. Bir azca. Ancaq mən ümid edirəm ki, bir saatdan sonra biz hər şeyi yaxdan çıxardıq ki, bu qədər ömrümüz bu qədər keçik. Biz əvvəlki günlərimizi yada salacağıq. Hamımız. Da? Məktəb illəri. O gəlir. O mənə institut oxuyur. İndi o, siz dediniz, biz də hamımız patrişat elədik. Mən çox şadam. Ürək sözlərimi sonra deyəcəm. Hələ özümə gəlməmişim. Sağ olun. Sağ olun. Bakın da. Lərə baxıyoruz. O yaşlı evlərdə. Aşkı tapaqlar. Aşkı siz de Yox, uzağı görürəm. Hansı nəlmədir, danışın. Müəllimə deyir, bu valideyndir, məktəbə yola salır. Yüzdə öyle giriyorlar. Yox. Gel görün bak yolu seçin. Daha şimdi büyük magistratura. Bir şahın hakkında. Lazım naş. Naş hoca başım. O vaxtlardır. Silmiş bir susar da var. Bu mektebe orden verenler, ordenli 190'a. Orada bizim Pirgulu'da çekirler. Harbi Müzeyinde çekirler. Ağladılar, köpüklər, birləşdirdilər, diyalog edilər. Müstəq Abbas Elmira'dı, yoldaşlar. Elmira, zəhmət olmasa gəl bura. Məni tanıyır, İradə. Hə, məni tanımayacaq. Baktılar da. Yaxşıyıq, sənin balalar, nəvələr. Bir dənə təmiz Sen ediyorum. Bunu içə qoyuyor. Sensiz aşklar, sevdalar
Eşimin narazılığı yoktu. Yok. Laf yaxşı. Bura gəlməzdi. Bugünkü görüşün təşkilatçılardan biri Tamila xanım Əlizadəyə söz verilir. Buyurun Tamila xanım. Tamila Əlizadə. Valla ürəyimdə o qədər bu saatda həyəcan var, həyatım var ki, heç nə deyə bilmirəm. Hamınıza məhəbbətimi bildirirəm. Çox sağ ol deyirəm, xoş gəlmişik. Və mən Raya Bayramova ilə 10B sinifinin sinif nümayəndəsi olan Raya Bayramova keçən illəri bu tədbiri hazırlaşdıranda, ərsəyə gətirəndə o qədər sevindim. Dedim ki, nə yaxşı ki, bizə qismət oldu ki, biz bu keçən illəri bu tədbiri elədik. 45 illiyimizi biz keçən il qeyd elədik. Və Allaha şükür ki, bugünkü gün də bizə qismət oldu. Və Allahımdan arzu edirəm ki, nə qədər canımız varsa, nə qədər birbirimizi görürüksə, o qədər də yaşayaq, o qədər də sevinək. Sağ olun. Yaxın yerini saxlayın. Siz də işinizdə dolaşırsınız. Bundan gözəl nə olur? Bizim əzizimiz Rəfiqə xanım, Rəfiqə xanım Rızayeva öz ürək sözlərini demək istəyir, söz verirəm ona. Buyurun. Çox sağ olun, çox təşəkkür ederim. Mən bu iki sinifin nümayəndəsiyim. Mən 192-ci il oxumuşam. Çatırda 2 il oxumuşam, yelkən oxumuşam. Mənim ki, bu məktəbin məzuniyyəti sevirəm. Mən bilirəm ki, biz gözəl-gözəl məclislərdə görüşürük. Toy məclislərində, xeyir məclislərində. Amma heç birimizin içində mən bunu 100% deyirəm. Çünki özüm onu hissediyorum. Heç birimizin içində bugünkü kimi hissiyat yox. Ne təqdim sizə? Qulbini duşı elədi bugünkü. Çok я не знаю. Bəlkə düz demirəm. Eğer düz deyimsə bu da çok Нет, просто я не говорю, что nostalgiya. Я не говорю, что məktəbləri, bilirsiniz nələri? Bu elə bir qısa müddət gəldi keçdi ki,
Elə pis keçdi. Mən hiss eləmirəm ki, mən Elə düzənmək istəyirəm. hiss eləmək belə istəmirəm. Mən istəyirəm biz hamımız özümüzü cəvəzə gəlmişik. Hamımız sağlam olasın. Mən ölməli bilirəm sonra sən. Hamının bəlkə yüzdən xəstəsini də qoyub gələrəm. Amma gəlmişsinizsə, xəstəni qoyub gəlmişsinizsə, Allah sizin verəcəm. Mən hamımıza təşəkkür edirəm. Allah güzel. Yok sen sağlıklı hissettin. Könüllü böyle yeni bir maaşla yazayım. Senden gelen bu da dava seviyeni okuyun ha. Nasıl dava seviyeni okuyun? Ele dava elemeyenleri seçmeyi lazım. Birinci bu. İcazı verirsen ben. Bu da mənim, Fərqət də mənim. Orada. Nazimi yayınız. Koy bir sütü. Hörmətli xanımlar və bəylər. 15 sinifin nümayəndəsi Ələkbər müəllimə söz verilir. Buyurun Ələkbər müəllim. Çox sağ olun Pərviz müəllim, minnətdarım. İndi də 10-cu sinifə. Ay sağ olun. Ələkbər müəllim. Veya burada bir ham səsləndi ki, kişilər heç danışmır. İndi ona cavab olaraq deyil, hər halda gəlib bu ürəkdən olsun ki, danışasan da, məcbur elətdirib danışdıra bilməz. Mən etiraf edeyim ki, elə yəqin hamımızın yadındadır. Elə uşaqlıqda da maşallah siz aktiv idiniz, biz elə pasiv. Qızlar. Bağlı bilmirəm, V'də elə idi. A'da bəlkə başladı. Yəni burada heç nə değişməyib. Maşallah, maşallah. Necə aktiv idiniz, indi də aktivsiniz. Allah həmişə də aktiv eləsin. Biz də çalışaq əldən bir-birimizi tutmağı da bacaraq da. Evdə deyəndə ki, qızlarla görüşməyə gedirəm. Uşaqlarla, qızlarla görüşməyə gedirəm. Ağlama da bir təsdiq elədi. Onda da evdə elə eyni söhbət. İndi biraz zarafat bir yana, amma arada ki, bu böyük fasilə oldu. O fasilədən sonra böyük bir qəhrəmanlıq göstərib Tamilla ilə Raya ki, bizi bir araya yığa bilib. Nəyə görə biz yığışmırdıq? Biz özünüz sual vermişsiniz özünüz. O passivlik bir yana, bir inertli, o ətalətlilik bir yana. Qorxurduq ki, bir-birimizi görüb qorxacaq. Mən belə fikirləşdim. Allaha çox şükür ki, nəinki qorxmaq. Allaha şükür, hamımız bir-birimizi görən kimi tanımışıq. Yəni, heç nə dəyişməyib. O evdə deyəndə də ki, qızlarla görüşməyə gedirəm, biz yalan danışmamışıq. Səmimi danışmışıq. Bir dənə söz deyim, bir dənə. Mən çox şadam ki... Qorxurdu ki, qoymazlar səni görüşə, cavan olanda. İndi qoyurlar. Bəlkə də. Yox, bizdə elə problem olur. Bizdə elə problem olur. Mən bu badələri içirəm, bax, siz qızların sağlığına. İcazə özlə, incimə söz, elə bax, bu oğlanların sağlığına. Allah hamısının canı sağ. Cavan oğlanlar, bəli, heç qəti burada mübaliğəsiz, komplimentsiz atın, faktdır. Maşallah, cavan oğlanların sağlığına, cavan qızların sağlığına. Allaha çox şükür, bu illər ərzində heç dəyişməmişsiniz. Uzun illər heç dəyişməyər. Həmişə bax, belə cavan, gözəl, təravətli, üzü gülər, ürəyi gülər olur. Allah sizin hamımıza ailə xoşbəxtliyi, balalarınızın, nəvələrinizin xoşbəxtliyi qismət eləsin. Allah bizə də imkan versin,
gec-gec də olsa, bəli, qızlarla bir görüşə çıxa bilək, görüşək. Sağ olun, siz sağ olun. Sağ olun. Sağ olun. Dur. Sağ olun. Sağ olun. Bizim de əziyyət çəkirsiniz. Yoldaşı bize tatlı uşaq həyətlər açırlar və onu bizimkilərdən bir şey gözəydik. Siz şəhərdə gənə görürsünüz, biz şəhərdə. Mən sadəcə həmişə istəmişim. Özün şəhəri olur. Nasıl işidir? Bir dəqiqə üçün diqqətinizi cəlb eləmək istəyərdim. Sözü vermək istəyirəm. Bizim Azərbaycan Silahlı Qüvvələrinin fəxri Polkovnik Arif Rızayevə. Buyur Arif müəllim. Valla məndən qabaq o belə yaxşı sözlərdirlər. Mən biraz çətinlik çəkirəm. Böyle özünüz bilirsiniz, Sovet hökumətində ordular Rus dilində həmişə danışırlar. Ona görə biraz məcbur. Yani. Ən kaşiyəm öz dilimdə danışır. Mən çox şadam. Doğrudan çox şadam, hamımızı görürəm. Allah Teala bizə qismət eləsin. Bundan sonra da tez-tez görüşürük. Hamıya can sağ olun. Uzun ömür. Əslində mən sanırım ki, insan ailədə xoşbəxt olur. Əgər insan ailədə xoşbəxtdırsa, o nəsə həyatda necə deyərlər? Nail olub nəyəsə. Nail olub. Arzu edirəm ki, bizim balalar da, nəvələr də, onlar da xoşbəxt olsunlar. Hamımıza can sağ olun. Çox sağ olun. Gözəl. Bizim Səhiyyənin nümayəndəsi Yaxatoklar Adın Stalpov Ray müəllimə söz verilir, buyurun. Doktor, buyurun. 15 nümayəndəsi. Buyurun. Kimdir xanım? Abşeronda. Kırdalan şəhərində. Kırdalan şəhəri Abşeronda. Mən birinci yenə də Tamilnaya çox zavol bilirəm, çünki ideya ondan gəldi. İdeya ondan gəldi və keçən il doğrudan da o qədər belə yadınızdadır, heç onda yemək də yemək. Heç kəs yemək, heç elə bil ki, yadına düşmürdü. O qədər belə qəribə hisslər keçirdik, yaşayırdıq. Mənə elə gəldi ki, həyatımızın ən gözəl, ən təmiz, ən səmimi illəri elə məktəb illəri olur. Hələ həyatın heç bir çətinliyini, heç bir pisliyini görməmişdik. Və gözəl məktəbimiz var idi. Gözəl müəllimlərimiz var idi. Gözəl sizin kimi dostlarımız var idi. İndi yaşlaşmışıq, amma həmişə məktəb illəri mahnısı gələndə elə bilmirəm, mən elə orta məktəbdə oxuyuram. Bütün məktəbin həyəti, siniflər, o koridorda yadınızdadırsa gəzirdik. Necə gözəl məktəb. Heç bir, mən elə gələk, heç bir ikinci məktəb bizim məktəbə çatmazdı. Doğrudan da gözəl məktəbi qurtarmışıq və 7 əməkdar müəllimimiz var idi və həmişə fəxr edirdim ki, bizim müəllimlərimiz doğrudan da çox savadlı idi. Məktəbimiz ordenli məktəb idi. Hər birimizdə xaricdən qonaqlar var idi. Amma mənə elə gəlir ki, biz də doğrulduq. Biz də o müəllimlərə nə deyim, layiqli şagird olduq. Allah onlara qəni rəhmət eləsin. Və yəni, valla ürəyimdə söz o qədər çoxdur, həyəcanlanmışam. Hamısını deyinəm, hamısını deyinəm, qulaq şirsən. Həm müəllimləri dedim yad eləyək, həm məktəbi yad eləyək. Bir də bir arzum var.
məktəb illəri oxuyanda, meyli bilirəm olsa məktəbdə oxuyuram. Tələbəli illər oxuyanda elə bilirəm tələbəyə, həkim qız oxuyanda ne güzel. özüm yazmaq üçün mən də yazılım. Mən də gəlir sizin hamınız belə bir hissi keçirdirsiniz. Mənə elə gəlir ki, birdən Eldar müəllimdən xahiş edib, bir də məzunlar haqqında da yazsın. Ne güzel. Belə Özünüzki olsun. Özünüzki olsun. Yəni, mən hamıya çox sağ ol deyirəm ki, bu illəri gəlmişsiniz, keçən il biraz yığılan idi, 15 nəfər idi. Bu il artmışıq, arzu edirəm gələn il, bundan qat-qat çox olar. Doğrudan da ildə bir, biz institutla hər il yığışırıq. O qədər gözəl, xoş olur ki, amma hər halda məktəbin öz nətər təəssüratları var, öz gözəlliyi var, öz təmizliyi var, nəsə. Allah bizə qismət eləsin, bir də görüşək. Çox sağ olun. Məktəbdən söz düşdü, 190'ın adı o qədər bizə doğmadır ki, o qədər bizim üçün əzizdir ki, kimi görürəm, soruşanda ki 190, elə bilirəm ki, ən yaxın adamımı görürəm. Tələbədir, indi elə bilirəm, mənimlə bir 40 yaş fərqi var da, soruşmuşam hardansan deyib 190, ucu ona başqa gör. İndi sıraların arasında keçirəm, bu köçürdü, o köçürdür, qoymuram, bu köçürdür. Yaxınlaşan deyir, mən 190'ım, deyirəm, köçürdü, 190 o dərəcədə bizə müqəddəsdir. Həmişə çalışıram, hesab edirəm ki, məktəbə borcluyuq savadımıza görə. Biz savadlıyıq. Kəmal Abdullah'ın bir sözü var, deyir, harada ağıllı adam görürsən, soruşursan, hansı məktəb, deyir 190. Ona görə, mən 190'da 2 dəfə tədbir keçirtmişəm və məktəbə, elə bilən məktəb qarşısında borcum var. Heç bir məktəbdə gedib tədbir keçirmirəm. Ancaq 190 nömrəli məktəbdə keçirdirəm ki, elə bir onun mənə verdiyi savadı, onun bir damlasını da olsa qaytarmaq istəyirəm. Onun 190 adı bizim üçün müqəddəsdir və hamımıza bir tövsiyə istəyərdim, deyəm ki, gəlin bu 365 gün ilinin bir gününü özümüzə həsr eləyək. İldə bir dəfə belə görüşək. İldə 2 dəfə cavanlaşaq, uşaqlaşaq. Niyə bir dəfə, 2 dəfə, 3 dəfə? Məzunlar gecəsi. Mən elə bildim ki, mən bu günləri məzunlar gecəsidir. Yəni, mübaliğəsiz deyirəm. Mən bu gün buraya gələndə elə fikirləşdim ki, o paltarım olsaydı, məktəbi qutaran paltarım, elə bir paltarı giyinərdim ki, bu Sloveçya'da giymişdik. Mən bugün elə bildim ki, biz bu günləri məzunlar gecəsidir. 17 yaşında, 16 yaşında uşaqlarım. Mən giyinərdim. Mübarək rəhmət, on bu evdə. Allah rahmet O işte Allah Popüler değil. Hayır. Yağut'tan bir müşahede. Aşağıda da zor gelip Bu 15'den ben Altağacı geldim. kayıtlar olur. Orada yer götürür. Çingiz Sultan. Bu da Altağacı, bu bizim. Var ki bu bölüm bana. Abramovka fotoğrafı. Sana ne düştü ya? Hele bir sonra yağmaya gelir. Yağmaya getmir. Qıraqdasa. Onlar şükür bir Sonra qayıtmaq yoxdur. Ya kökələcəm də. Yetişdirirlər, işitdirirlər. Bende de var bu şekilde. Pirguli. Nerede bir şey? Öylesine bakalım. Öznesi benim oğlum. Ben özüm alırım. Bu kimiydi? Bu şekilde bizde de var. Bu oğlum mənim. İrade. Oğlum mənim.
İki yürüyüdü. Ben sırf sanırım bilirdim. Yok, benim ben de kaldım. Sizin de şey var. Oradan gelip çatmışsınız. Burada yok. Burada yok. Bu barize. Ona Zümrüt burada yok. Bu hiç bundan bende de var. Sayılan ben. Zümrüt burada yoktu. Gelin. Görüşen. İradeye var, temiz komutan, irade. Bu yere temiz günler. Xoşbaxt olsun. Sevar, məni saxla burada. Bu bizim yoldaşı. Düzən əmaqlı qoyuyor. Eşmir arasın. Düzən əmaqlı. Bu mənim. Mən evlənmək istəyirəm orada olmaq. Sən evlən, mənim olmaq. Sağ ol. Söz vermək istəyirəm. İradə müəllimə ələskar bu ya. Tanımadın o qızı. Yox, tanımadım. Mən çox şadam ki, bu gün burada yaşamışım. Sevda mənə 2 həftə bundan qabaq zəng elədi. Dedim, mütləq gələrəm. Biz bir yerdə yönetməyəm, biz sinifdə oxumuşuq. Onu da götürürəm, gəlim. Hindi heç o ilə bir yerdik. Qızlar da mənim adımı qoyur. Birinci sinifdən biz bir yerdəyik. Bu 14 gün ərzində elə bir ki, mən təzədən məktəbə 190-a gedirəm, o uşaqlar gözünün qabağına gəlir. Bu təsiratla bu 14 gündə mən yaşadım. Bugün elə gözləyirəm ki, baxım, adam doğrudan görürüm, tanımıram, sonra yada düşür hamısı. Çox sevinirəm ki, belə bir gün təşkil edib, təşkilatçımıza çox sağ ol deyirəm. Kamila birinci. Çox sağ olun. Bildir mən bilməmişəm. Mən xoşlayıram belə. Davulsun gələrdim, gedərdim. İndi bizim 190-ın, mən necə deyim, fəxrimizdir. Bütün bu məzunları, hamısı fəxrimizdir ki, hamı heç kim müəllimlərin, direktorun başını aşağı eləmədi. Hamısı onu yüksək elədi. İndi görüşürük ki, bugün mən özüm 63 yaşında yox, 18 yaşında hiss edirəm. 12 yaşında da yox, 18 yaşında yox. Qaçırdarlar ha. Oldu da. Ona görə arzum budur ki, bugün tek bugün yox, başqa günlərlə. Hər il belə yetişər görüşək. Ne dedi, şad olun. Mən çox şad oldum, belə hamını gördük bir yerdə. Ona görə də indi axtarın gəlir. Mütləq. İndi bir-birinə telefonu götürək, danışaq, hamımız birləşək, yəni görüşək. Çox yaxşı bir təşəbbüsdür. Sevda müəllimə zəng edin, Allah qoysa. Hər aprel ayında deyin ki, mayın neçəsində görüşək. İnşallah. Qabaq fevralın ikisində gedirdim. O məktəbə gedirdim. Sonra soyuq olur da, fevralda görüşməyəm. Bu yaxşı. Bu yaxşı. Hamısı da yaxşı budur. İndi gələn dəfə yenə görüşək inşallah. Çox şadım. Daha geniş təsirlər. Bu hədiyədir Nahid müəllimdən. Mənim oğlum, Elmira xalası ilə. Sizə hədiyyə edir. Sağ ol. Çox sağ ol. Maraqlı bir şeydir. Çekin onu. Bunun içində bağırsağın içərisində doldururlar. Bunu çekin. Bunun içində kamerada. İşte hamar olacaklar. Bazen çekin. İnsanları seçmək lazımdır. O həmişə var. Çekmedin. Ben de bastım. Ay Allah. Ben çektim. Neyse çekebilmem. Qonaqlarımıza xüsusi özü hara getdi.
Yaşım bitmedi, sensiz bu dünya istemem.
Xahiş edirəm tam sakitlik, studiyaya zəng var. Efirdə Səidə Kuliyeva. Qurbanova. Aha. Səidə bir də başdan, Səidə bir də başdan Səidə. Biz seni təbrik edirik. 6-cı dəfə nəvə olmaq münasibətidir. Hamı öpür səni, hamı burada səni təbrik edir. Sağ ol. Nənə olmağı davam eləyəm. O gün 7, 8, 9, 8. Öpürəm. Sağ ol. Baş. Gene elleriyle bizim olsun. Baş. Öpürəm. Sevgilim
ona gəldi ki, ona necə deyərlər, 10A biraz fəaldır, 10B, amma ki, Eldar müəllim 10B'nin nümayəndəsi, söz verirəm, B sinifinin nümayəndəsi. Yeganə nümayəndəsi. Biricə. Ben bugün Meşisvar Təlimliklərlə təşkil edirəm. 10B'dən nikah bir yeganə adam var. Və burada mən gəlir ki, gələn dəfələrdə çağrı verəsiniz. Mən gəlirəm, dəstəklə gələcəyəm. 10B'nin çağrı Məhəlləli yığıb gətirəcəksiniz. Məhəlləli yığıb gətirəcəksiniz. Mənim yox, mən Ya da bəxtiyar kinosu çıxıyor. Ola bilər. Mən çox şöyle ki, bu günləri oradan girilmişim. 190 deyəndə mən həmişə o mızqa ayağı səs girişdi. İncə dəqiqə. O 190 deyəndə mən o internetdə saytlara da baxıram. İndi Facebook'dadır. Əvvəl baxırıq olub belə bir sayt. Mən həmişə bu 190 görəndə mən o saytlara girirəm. Yəni ki, oranın üzvü oluram, bir şey edirəm. Yaxşı bir atalar misallar bizdə, bir ot kökü üstə bitər. Biz hamımız bu günləri burada yığılan uşaqlar 190 nömrəli meşlərin kök üstündə bitmişik. Biz onun bizləri, otları, günləri. Yəni, yaxşı mənada. 190 nömrəli meşləb olmasaydı, gəldim. Biz əgər orada oxumasaydı, bəlkə də bu günləri başqa adamlar yığılardılar. Amma bana götürüb bizim işimiz ki, bu günlər bizim üstümüzə düşüb bu, yəni ki, burada 190'ın 69-cu ilin məzunlarının bir də toplanışıdır. Bu da hərə-bərə deyil. Bizim hamımızın həmin bu məktəbdə oxumağımız, bizim bugünkü burada məclisdə toplaşmağımız, bizim bugün bu məclislərə baxıram, hamımız Allah'a şükür, qurban Allah, hamımız tərbiyəli adamlarıq. Tərbiyə də gəlməyib bizdə. Tərbiyə gəlib ilk növbədə bizim öz ailələrimizdən gəlib. Bizim 190'da belə bir şey vardı. Mən başqa məktəblərdən deyə bilmərəm ona, amma onu deyə bilərəm ki, bizim məktəbdə belə bir adət-ənənə vardı ki, adətən sinif uşaqlarının valideynlərdir bir-birindən çox yaşı münasibətdə olur. Məsələn, mənim ad günümdə, məsələn, mən 190'da 1 B'də oxuyurdum, 2 B, 3 B, belə arta-arta mən indiyəcə şəkillərdir qaldı. Yəni, uşağın məktəbdə oxuduğum vaxtlarda Erdəz Rəsulov ailəsi, məsələn, Qeybullah Əminidir, İlhamın atası idi, Mirzəyev Tarihüsündə mən oxuyurdu, Şahin Məlim, o da, yəni çox uşaqlar, valideynlərdir, məsələn, mənim ad günündə yığılırlar. Bizimkilər, məsələn, yığılırlar ki, obusun uşaqlar ad günündə. Bax, bu da, deyər ki, bu tədbirdə məhv olunduğunu oxşayır. Yəni, ilk və belə bizim tərbiyəmiz gəlir, hamısı evimizdən, evimizdəki olan önündəsində. İkincisində ki, məktəb bizə çox şey verir. Məktəb bizə elə şey verir ki, bax, bu günlər və bu toplaşmağımız hamımız üstə bir dənə mühür var, 190. Bax, həmin 190 mühür var, bizi o gün bura toplayıb. Gəlin o məktəbimizin müəllimləri, məktəbimizin adı, şərəfi, onunla bərabər bizim valideynlər olan sağlığına hörmətləri qaldırardım ki, Allah Teala doğrudan bizi xoşbəxt edir ki, biz hamımız müəyyən bir dövrdə bir vaxt yaşayır. Mən bayağı bir şey dedim uşaqlara. Dedim ki, burada bu günləri hamısı eyni yaşıdadırlar. Çünki hamımız eyni vaxtda bir sinifdə oxumuşuq, bir sinifə də gedən hamısı eyni yaşda olurlar. Yəni biz hamımız, qurbanım Allah, hamı cavan uşaqlar. Mən baxıram, çox uzun, məsələn, görürüm, tanıyıram. Mesela oturup baxıram, mən Pərvizə baxıram, mən Pərvizə başa düşmürəm. Mən yadıma gəlir Pərvizə məsələn cavanımız var. Məsələn, məktəbdə oxuyub baxıram. Batur Sabah Ərəşbərdir, Batur bu uşaq qızlar da eləcək. Arada güzgüyə də bax. Mən qardeşimlə oturdum, yoldaşdım, amma ki, özümü tanıyıram, kimləri uşaqdır. Mən çoxunu mən tanıyıram, görəm, mən çoxlusu, indi baxıram sizə, mən gözümü qabağına gəl su məktəb yaşlarım. Mən arıqdırıq var, qızlar. Əksəriyyətimiz hamımız arıq uşaqlardır. Elimizdə danışdı.
От души, это было от души. Geçti. Neyse. Çok sağ ol. Can sağ ol. Birbaşa gelir YouTube'a. Yəni ki, kimsə hər aparmasın inşallah Allah Taala. Aparır, yaşadanlar aparır. Biraz bir şey... Möhlət versin Allah ki, bu günləri davam edin. Biraz da çox görüşək. Hamımızı sağ ol. Çok sağ ol. Sağ ol. O da var. Böyle Ay canım. İndi yazma düştü dedim ya. Belki uçuyor gol ya. Eğlenmeli ya. Xançılıq eləsin. Səni dəvət edirəm. Yaxşı, ələ övzə. Amma çıxarasınız. Allah arxançılıq qismət eləsin. Amin Allah. Siz bana gəlin olmaya. Bir ev gəlmədə xəbər verin. Ay sağ ol. Çəkə bir ev. Sağ ol. Biz yoldaşım gəldi. Yedi sana. Güzel. Mən ekim
saçına kurban kurban saçına kurban saçına kurban saçına kurban saçı senden her nasıl benden küsmeci benden ay bala gel ay saçı senden her nasıl benden küsmeci benden ay bala gel diline kurban diline kurban ay benim aldığım beline kurban beline kurban beni senin kemeri memeri küsmeci benden ay bala gel beni senin kemeri memeri küsmeci benden ay bala gel Küsümse